kəlmə söyüş haqqında demək istəyirəm. Yəni ki, hər şeyin öz yeri var. Söyüşün də, argo sözlərində. Yəni hər bir xalqda argo sözlər var. Və bunları da yerində işlətmək lazımdır. Hələ ki, bizim kimi cəmiyyətdə yaxşı nədir, pis nədir anlamırlar, dəyərlər nədir anlamırlar, səmimiliyi, dürüstlüyü zəiflik sayırlar və bir də gördün ki, insana insan kimi davranırsan, anlamır, məcbursan o caynaqlarını, o dişlərini çıxarasan ki, ay balam, biz avam deyilik, biz sadələf deyilik. Sadəcə səni insan bilib, sənə insan kimi yanaşdıq, amma insan deyilsən və haqq etdiyin müamiləni görəcəksən. Buna görə də söyüş yerində deyiləndə, insan içi yanırsa, insan səmimi deyirsə, o anında, o lazım gəlib deyirsə, onu qəbul edilən saymaq lazımdır. Yoxsa ki, fas əmri ilə kimisə söyürsə, əlbəttə belə söyüşlər və daimi də söyüş işlətmək qəbul edilməz görünür. Sizə bir hadisə danışım adicə. İllərlə 20-25 il öncə bizim qonşuda bir kişi gəlib bizdən torpaq davası edirdi. O kişi, oğlu şəhid olmuşdu Qarabağ müharibəsində. Yəni, müxtəlif yerlərdə torpaq almışdı. Bizim yanımızda da 6 sot torpaq almışdı oğlunun şəhidliyi hesabına. Bu adam gəlib bizdən nə davası edirdi ki, biz onun torpağına girmişik. Mən bu adama nə qədər mədəni şəkildə başa salmağa çalışsam ki, mən orada evdə tikəndə çölün düzü idi. Hətta hamı məhəttəl qalmışdı ki, mən şagirdlərimdən tutmuş deyildi ki, siz bu çölün düzündə tək necə olursunuz? Mən də o insanlara deyirdim ki, mən insanlardan qaçıram. Burada mən Tanrımla bir yerdəyəm, Allahımla. Və bu adam da sonradan torpaq almışdı. Mən onun torpağına necə girə bilərdim ki, bu adam bu yola düşən torpağı mənimsəmək istəyib. Yolu da hər dəfə ləğv elədir. Gəh ora, gəh bura. Axırda bu, deməli, həmin kəndin bizə dedi ki, bələdiyyəsi, siz ya o yolu götürün, ya da o yola əlavə edib sizin həyətdən torpaq kəsib götürəcəyik. Və biz də bilirik ki, ölkədə qanun yoxdur, məcbur olub, pulumuz olmaya pul verib o yola düşən torpaq hissəsini götürdük. Mən də şəhid atasına başa salıram ki, əgər sən bu torpağı istəyirsənsə, mən o torpağı sənə məmnuniyyətlə verirəm, mənə torpaq lazım deyil. Sadəcə məcbur olub götürmüşük, o verilən pulu ver, torpaq sənin olsun. Adam yox, adam elə-belə istəyir. Və nəticədə axırda əksərimi hirslənib dedim ki, bu adama bir söysənə. Yəni, başa düşmür də, hər gün gəlir, zəhlə tökür. Axırda söyüş söyəndən sonra adam quyruğunu qısıb getdi. Yəni, başqa yolu yoxdur. Söyüşün də öz yeri var. Ona görə də söyüş söymək heç də həmişə pis deyil.